Əziz qardaşlar, inşallah ki, bugünkü mövzumuz bəla və müsibətlər haqqında olacaqdır. Söhbətimizə başlamazdan qabaq bu mövzunu fürsət bilərək Allah Teala'ya dua edək ki, Uca Rəbbimiz cümləmizi səmavi, aradi bütün bəla və müsibətlərdən qorusun. Allah Teala imtihan gərəyi başımıza gələcək sıxıntılara səbir göstərməyi cümləmizə nəsib eləsin. Allah Teala bizləri altından qalxa bilməyəcəyimiz imtihanlarla sınağa çəkməsin. Və az öncə yatsı namazını qıldıq və onun ardından da Əmən Rəsulu ayələrini oxuyarkən orada bir ifadə keçir. Rabbənə və lə tuhammilnə mə lə taqətə lənə bih. Yəni, ya Rəbbi, bizi qaldıra bilməyəcəyimiz yüklə yükləmə. Allah Teala bu dualarımızı da qəbul eləsin. Və əziz qardaşlar, həqiqətən də baxdığımız zaman görürük ki, bəla və müsibətlərin arxasında neçə hikmətlər gizlənibdir. Yəni, bunun da insanın başına sıxıntıların gəlməsinin də bir neçə səbəbi vardır. Baxdığımız zaman birinci səbəb deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala insanların öz qatında olan dərəcəsini artırmaq üçün onlara bəla və müsibətlər göndərir. Yəni, bir insana gələn bəlanın, sıxıntının böyüklüyü o insanın imanının eyni zamanda böyüklüyü ilə ölçülür. Buna görə də ən böyük sıxıntılar, ən böyük imtihanlar Peyğəmbərlərin başına gəlibdir. Məsələn, Zəkəriyyə Peyğəmbəri mişarla doğrayıblar. Daha sonra Eyüp Peyğəmbər hardasa 18 il xəstəliklə mübarizə aparıbdır. Yaqub Peyğəmbərin həyatına baxanda kiçik yaşlarından öz övladını itirir, ta ki övladı yetkinlik yaşına çatdığı bir dövrdə onu təkrar tapır. Daha sonra Yusuf aleyhissalamın həyatına baxırıq. Onun da zindana atıldığını, quyuya salındığını, daha sonra fərqli böhtanlara məruz qaldığını, yəni dolayısıyla bütün peyğəmbərlərin bu cür çətin imtihanlardan keçdiyini, ələxüsus da bizim peyğəmbərlərin ən böyüklərindən olan Həzrət Muhammed Peyğəmbər həyatına baxdıqda onun dünyaya gəlməmiş atasının rəhmətə getməsi, kiçik yaşlarda anasını itirməsi, həyat yoldaşının dünyadan köçməsi, yəni fərqli insanlar tərəfindən yalançı adlandırılması, insanların işgəncələrinə məruz qalması, bu, yəni peyğəmbərlərin, bizlərə nümunə olacaq insanların həyatlarına götürəcəyimiz ibrətlərdir əslində ki, yəni dünyada cənnəti yaşayan tək bir insan belə yoxdur. Hər insanın dünyada başına sıxıntı gəlir, ona görə də hamımız ona baxıb oradan ibrət almağımız lazımdır. Ona görə də bir müdrik ifadədə keçir ki, insanlara gələn sıxıntılar onların dərəcələrinə görə fərqlənir. Yəni, ən böyük sıxıntı peyğəmbərlərə gəlir, daha sonra ikinci növbədə övliyalar, onlara çox sıxıntılar gəlir, daha sonra isə dərəcə baxımından insanlara gələn sıxıntılar da azalmış olur. Və dolayısıyla burada baxdığımız zaman sıxıntıların arxasında bir digər hikmət isə əslində Allahın rəhmətidir. Yəni, əgər bir bəndənin etdiyi əməllər onun cənnətə girməsi üçün kifayət eləmirsə, Allah Teala ona bir sıxıntı göndərir və bu sıxıntı ilə günahlarını yuyur, daha sonra dərəcəsini artırır və beləcə onu cənnətə layiqli bir bəndə halına gətirər. Yəni, təbii ki, burada əsas məsələ səbr eləməkdir. Yəni, bəndə ona səbr eləsə, bu onun mükafatı olur. Əgər səbr eləməzsə, təbii ki də o bəla onun əslində məhvinə də səbəb ola bilər. Yəni, ona görə Peyğəmbər s.ə.v buyurur ki, məsələn, bəndənin yorğun olması, bəndənin əziyyət görməsi, bəndənin sıxıntılara məruz qalması, hətta onun ayağına batan bir tikan belə deyir, onun günahlarının yuyulmağına vəsilə olur, səbr etdiyi müddətcə. Ona görə Allah Teala dua edək ki, bizləri səbr edən bəndələrindən də qərar versin. Və hətta deyir, bəzən bəndənin, belə deyək ki, etdiyi səbir onun qıldığı namazlardan daha çox mükafat gətirər özünə. Bir hədis şərifdə keçir ki, müsəlmanlara, bir qrup insana cənnətdə Beytül Həmd deyilən bir ev veriləcəkdir, həmd evi olacaqdır. Bu ev kimlərə veriləcək deyə soruşulduqda, qayıdır Peyğəmbərimiz cavab verir ki, bu ev deyir, sıxıntı anında müsibətlərə səbr edən bəndələrə veriləcəkdir deyilir. Yəni, həqiqətən baxdığımız zaman, bugün sıxıntılar olmasaydı, bəlkə də bizim hamımız axirətdə müflislərdən saylardıq. Çünki o qədər çox səhvlərimiz olur, o qədər çox günahlarımız olur ki, bəlkə də bu səhvlərimiz bizi həlak edəcək qədər artıqdır. Amma Allah Teala o sıxıntıları göndərərək, sanki o səhvlərimizi bağışlatmaq üçün,
sanki burada bir mükafat qazanmaq üçün bizlərə nə yaratmış olur? Burada bizlərə bir vəsilə yaratmış olur eyni zamanda. Ona görə də deyir, axirətə baxdığımız zaman, axirətdə elə qrup insanlar vardır ki, onlar müsibətə məruz qalan insanların qazandıqları savabı gördükdə, aleykümselam, onlar deyəcəklər ki, kaş ki deyir, bizim də kaş qayçı ilə bizi kəsərdilər bu dünyada, biz də bu sıxıntıya məruz qalan insanların qazandığı savablardan qazana bilərdik. Yəni, Allah Teala sıxıntıya məruz qalan insanlara o qədər çox mükafatlar verəcək ki, axirətdə bir qrup insanlar onlara böyük bir qibtə hissi ilə baxacaq və deyəcək ki, kaş ki bizim də belə bir sıxıntılarımız olardı. Allah Teala bizə də belə bir mükafat verərdi deyə onlara qibtə ilə yanaşacaqlar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, müminin hər halı onun leyhinədir əslində. Məsələn, mümin deyir, sevinç halında olarsa, rahatlıq vaxtı Allaha şükür eləyər, bundan bir savab qazanar və eyni zamanda sıxıntı anında da yenə də səbr eləyər, ondan da savab qazanar. Yəni, əslində, bu dünyada biz hər halımızı sanki ibadət mahiyyətində olaraq savab vəsiləsinə çevirə bilərik. Zaten bunun fərqinə varmaq isə nədir? İnsanın ən böyük fərasətidir buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm. Və əziz qardaşlar, bir dəfəsində deyir, bir qadının bir uşağı rəhmətə gedir və o qadın məzarın başı ucunda dayanıb hönkür-hönkür ağlayırmış və sinəsini, başını yonurmuş, özünü çox belə pərişan hala salırmış. Peyğəmbər sallallahu aleyhi və səlləm məzarın yanına keçəndə qadına baxır, deyir ki, ey qadın, bax bu övladı sənə Allah Teala vermişdi, onu da Allaha qayıtdı, yəni onu Allah aldı səndən. Özünü bu qədər yonmağın, özünü bu qədər pərişan hala salmağın Allaha xoş getməz. Ona görə də səbr elə ki, Allah sənə bu səbrini, mükafatını versin. Qadın da deyir, o vaxtda çox pərişan halda olduğu üçün heç üzünü qaldırıb Peyğəmbərə baxmır. Bu sözü söyləyənin heç Peyğəmbər olduğunun fərqinə varmadan deyir ki, ey insan, mənə gələn müsibət sənə gəldimi ki, sən mənim çəkdiyim əzabın nə qədər böyük olduğunu bilirsən? Yəni, qıraqdan demək asandır deyir. Halbuki mənə gələn müsibət sənə gəlsəydi, bəlkə də sən məndən daha pis hala düşərdin. Nəsə, Peyğəmbərimiz qadının bu halını görür, oradan uzaqlaşıb gedir. Sonradan gəlib qadına yaxınlaşırlar, deyirlər ki, ey qadın, sən Allahın Peyğəmbərinə qarşı niyə bu qədər sərt davrandın? Halbuki o çox böyük bir insan idi, sənə sadəcə bir yaxşılıq eləmək istəyirdi. Bu zaman qadın da o sözləri söyləyənin Peyğəmbər olduğunu orada anlayır. Sonra gedir Peyğəmbərin yanında ki, ya Rasulallah, sən məni bağışla, mən sənə biraz sərt davrandım. Bundan sonra artıq özümə işgəncə etməyəcəm, səbirli davranacam, deyir Peyğəmbərə. Bu zaman Allah Rasulü qayıdır ki, ey qadın, bax, burada səbirin də mərtəbələri vardır. Yəni, ən böyük səbir, insana ən çox mükafat qazandıran səbir, sıxıntının ilk anında edilən səbirdir. Yəni, sən əslində ovladın öldüyü gün, yəni həmin vaxtda səbir eləsəydin, Allah sənə çox böyük mükafat verəcəkdir. Yəni, məsələn, bizim bu günümüzdə də bunu şamil eləmək olur. Məsələn, yolda görürsən, iki maşın bir-biri ilə çox bəsit bir hadisəyə görə insanlar bir-birini bıçaqlayıb öldürürlər, türməyə gedən olur. Yəni, halbuki o mübahisənin ilk anında biri səbir edib kənara çəkilsəydi, nə olacaqdı? O mübahisə olmayacaqdır, birisi ölməyəcəkdir, birisi də ömürlük gelib həbs cəzası yatmayacaqdır. Ona görə də ən böyük mükafat sıxıntının ilk anında, mübahisənin ilk anında, yəni başımıza gələn bəlanın ilk anında edilən səbirdir deyə, səbirə verilir deyə Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə bildirməkdədir. Və bir digər məsələ də burada bəla və sıxıntıların insanlara gəlməsinin hikməti insanı sirkələmək mahiyyətində Allah ona bəla verir. Məsələn, ta ki bir qulaq vurması mahiyyətində də deyə bilərik. Elə insanlar olur ki, Allah Teala ona bəla verdikdən sonra həqiqətən də baxırsan ki, bu adam artıq o bəladan sirkələnir. Sanki yenidən dünyaya gəlmiş kimi artıq həyatını başqa bir istiqamətdə yaşayır. Məsələn, bir insan qəzaya düşür. Qəzaya düşdükdən sonra anlayır ki, artıq mən səhv yolda imişəm, Allah məni ölümdən qurtardı, ikinci bir şansı verdi və ibadətə yönəldi dolayısıyla. Və yaxud da elə bir insan olur ki, ağır xəstəliyi yolxur və Allah onu xəstəlikdən sağaldığından sonra sanki Allaha şükür mahiyyətində ibadətlərə başlayır, Allaha yönəlmiş olur. Yəni, Allah Teala bəndələrini sirkələmək üçün, oyatmaq üçün, qəflət yuxusundan oyandırmaq üçün onlara bir sıxıntı verir ki, ey bəndəm, bax, mən sənə bu sıxıntını verirəm, sən bu cəzanın bir növünü dünyada çəkmiş olursan, amma onu bilir ki, axirət cəzası daha şiddətli olacaqdır. Ona görə ən böyük cəza sənə gəlməmiş, hazır dünyada ikən bu ağrıya, acıya dözə bilmirsənsə, bəs yaxşı, sən cəhənnəm ateşini necə dözə biləcəksən? Yəni, bunları fikirləşən insanlar nə eləmiş olur? Bir növə Allaha yönəlmiş olur.
Və yaxud da baxdığımız zaman sıxıntıların gəlməsinin bir digər səbəbi də imtahan mahiyyətindədir. Yəni Allah təala bəndələrini imtahan eləmək üçün onlara sıxıntı verir. Quran-ı Kərimdə də keçir ki, Bismillahirrahmanirrahim. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ deyir Allah təala deyir. Biz sizləri deyir, biraz aclıq, biraz qıtlıq, mal dövlətdən, canınızdan əksiltməklə deyir, sınağa çəkəcəyik. Yəni Allah təala hamını imtahan eləyir. Bu imtahanın da bir səbəbi var deyir. Necə ki deyir, qızılın mahiyyəti atəşdə bilindiyi kimi, insanın mahiyyətdə sıxıntı anında ortaya çıxır. Məsələn, iki nəfər dostluq eləyir bir-biri ilə, hansı bir sıxıntı düşəndə artıq onu anlayırsan, sənin həqiqi dostundur, yoxsa həqiqi dostun deyil. Eləcə də Allahla bəndə arasında münasibətlə bu şəkildədir. Mən sağlıq vaxtında Allaha inanıram, Allaha güvənirəm deyə bilmək asandır. Amma o sıxıntı anında ki, sən Allaha üsyan etmirsənsə, o zaman artıq sənin qəlbinin həqiqi mahiyyəti orada ortaya çıxmış olur. Yəni, dolayısıyla bir yumurta olur, 2 dənə yumurta. 2 yumurtanın birini sındırırsan, içindən başqa bir quş balası çıxmış olur. Birindən bayquş çıxır, birindən qaranquş çıxır. Yəni onu sındırarsan ki, onun içindəyini bilə biləsən. Yəni insanları da imtahana çəkəsən ki, onun nə olduğunu, mahiyyətini anlayasan. Dolayısıyla bəla və müsibətlərin gəlməsinin səbəbi də bir imtahan mahiyyətində Allah təala insanlara o bəlanı verir. Görün, bəndəm həqiqətən də mənə sadiqdirmi, yoxsa bu yalandan, bunun dedikləri sadəcə bir yalandan mı ibarətdir? Deyə Allah təala bizlərə bunu göstərir. Və eyni zamanda bəlaların gəlməsinin bir səbəbi də insanların etdikləri günahlardır. Yəni bəzən biz günahlar edirik və Allah təala axirətə qalmadan bu dünyada bizim günahımızın cəzasını vermiş olur. Ona görə də Allaha davamlı tövbə eləməyimiz lazımdır. Çünki əgər biz gələcəkdə bir günah vəsiləsi ilə bəla görmək istəmiriksə, sıxıntı görmək istəmiriksə, hər namazımızın ardında Allaha tövbə eləməliyik ki, ya Rabbi, sən bizim günahlarımızı bağışla. Şübhəsiz ki, günahkar insan, günahsız insan yoxdur. Hamımızın müəyyən ölçüdə günahlarımız var. Sən bizim günahlarımızı bağışla ki, biz həlak olanlardan olmayaq. Və yaxud da bir bəlanın gəlməsinin digər səbəbi də təkəbbürlü olmaqdır. Yəni bəzi adamlara baxırsan ki, çox təkəbbürlü gedirlər, mənəmlik eləyirlər. Allah onlara bir dənə bəla verməklə, məsələn, böyük bir pəhləvanı bir dənə virusla, yəni mikroskop altında görünməyən bir virusla o ağır bir xəstəliyə salır, sanki ona həddini bildirmiş olur eyni zamanda. Daha sonra o insan acizliyini orada hiss eləyir və artıq həqiqi güc sahibinin Allah olduğunu orada anlamış olur. Yəni, bu vəsilələrlə Allah insanlara bəla və sıxıntılar göndərir. Yəni, dolayısıyla bəzi insanlar görür ki, normal sağlamlıq vaxtında Allaha dua eləmirlər, amma sıxıntı anında başlayırlar, ya Rabbi, sən mənim sıxıntıma var, sən mənə kömək elə deyə Allaha dua eləməyə. Peyğəmbər s.ə.v buyurur ki, əgər deyir, sıxıntı anında dualarınızın qəbul olmasını və müsibətlərin sizdən uzaqlaşmağını istəyirsinizsə, o zaman rahatlıq vaxtında da Allaha çoxlu dua eləyin. Yəni, təsəvvür edək ki, bir nəfər adam ancaq işi düşəndə gəlib bizdən bir şey istəsə, o adamı biz xoşlamarıq. Deyərək ki, nə oldu sənə indi başqa vaxt niyə gəlib bizə bir müraciət eləmirdin, bir qapımızı döymürdün, ancaq işin düşəndə eləyirdin. Halbuki bir də var, adam həmişə səninlə münasibət qursun, həmişə səninlə dostluq yaratsın, artıq o sıxıntı anında da öz dostuna kömək eləyirsən sən. Allahla bəndə arasında münasibət bu şəkildədir. Dolayısıyla bəndə Allahla dost olmağı bacararsa, o zaman Allah təala hər halda o bəndəyə burada köməklik göstərmiş olar. Və əziz qardaşlar, burada bir dəfəsində deyir, Peyğəmbər s.ə.v bir məclisə daxil olur və o məclisin insanlarına sual verir ki, siz həqiqətən də möminsünüzmü deyir. O zaman Həzrət Ömər radiyallahu anh qayıdır ki, ya Rasulullah, bəli, biz həqiqətən də möminik. Bu zaman Peyğəmbərimiz deyir ki, bəs möminliyinizin əlaməti nədir deyəndə, Həzrət Ömər radiyallahu anh qayıdır ki, bizim möminliyimizin əlaməti səbirli olmağımızdır. Yəni, səbirli olmaq bir möminin həqiqətən də ən üstün əxlaqi keyfiyyətlərindən biri kimi qarşımıza çıxmaqdadır. Və eyni zamanda Peyğəmbərimiz buyurur ki, Allah təala yalnız səbr edənlərə sonsuz mükafatlar verəcəkdir. Əgər deyir, bir bəndə axşam yatan vaxt xəstə olarsa, məsələn, xəstə bir gün keçirərsə, Allaha üsyan etmədiyi təqdirdə bu xəstəlik onun günahlarının bağışlanmasına səbəb olar. Ona görə də əziz qardaşlar, hər birimizin başına bu dünyada sıxıntılar gəlməkdədir və bu sıxıntılar vaxtı Peyğəmbərimiz deyir ki, sıxıntınız çoxdursa, çox üzülürsünüzsə, çox sıxılırsınızsa, gedin bir məzarlığı ziyarət eləyin deyir. Çünki məzarlıqdakı insanların da dünyada sıxıntıları olubdur, amma bu sıxıntıların hamısının keçici olduğunun fərqinə varmayıbdılar deyir. Yəni siz də bilin ki, bu dünyada olan sıxıntılar hamısı keçicidir. Yəni bir gün siz də, biz də, hər birimiz təbii ki də bu dünyadan köçüb gedəcəyik. Ona görə də keçici olan bir şey üçün də özümüzü çox sıxmağımız, özümüzü çox daraltmağımız, pərişan hala salmağımız da doğru olmazdı.
Ona görə məsələn peyğəmbərlərə baxırıq. Heç bir peyğəmbər sıxıntı anında deməyib ki, ya Rəbbi, sıxıntılarımı apar deyə dua edən peyğəmbərlərin sayı çox azdır. Məsələn Yunus əleyhissalam balığın qarnına düşəndə Allaha tövbə eləyibdi. Ya Rəbbi, sən mənim günahlarımı bağışla deyə Allaha tövbə edərək, yəni sanki bu bəlanı bir fürsətə çeviribdilər. Ona görə hər zaman bəla anında bizim də Allaha dua eləməyimiz lazımdır. Ya Rəbbi, sən bizim günahlarımızı bağışla deyə Allaha müraciət eləməyimiz lazımdır. Yəni sonda isə Allah Taalaya dua edək ki, hər birimizi bəla və müsibətlərdən uzaq, firavan bir həyat yaşamaq nəsib eləsin. Allah Teala cümləmizi İslamın nuru ilə aydınlananlardan, Quran-ı Kərimin işığında yol tutub cənnətə gedənlərdən qərar versin. Cümləmizi Peyğəmbər s.ə.v-in əxlaqı ilə əxlaqlanmağı nəsib eləsin.